Həyatda elə səslər var ki, adama doğma gəlir. Arazda eşitdiyim kassanın, paketlərin, müştəri arabalarının səsləri olmadan həyatımı təsəvvür edə bilmirəm. Vüqar Baxışov, 31 yaşı var, subaydır, ali təhsillidir. Özümdə ən çox bəyəndiyim xüsusiyyət işdən qorxmamağımdır. Bəli, çalışqanlığı ilə seçilən qəhrəmanımız məhz bu xüsusiyyətinə görə qısa zamanda kassirdən mağaza müdürü vəzifəsinə qədər yüksələ bilib. Ukraynada ali təhsil alırdım. Elə oldu ki, 3-cü kursda Bakıya tətilə gəldim. Dedim, boş bikar deyənməyim, özümə müvəqqəti bir iş tapım. Arazda iş elanını görüb ofisə yaxınlaşdım və məni kassir kimi işə götürdülər. Ayağımı marketə atar-atmaz burada bir doğmarıq gördüm. Ələlxüsusda komandanın müştəri gözü ilə yox, sırf evlərinə gələn bir qonaq kimi baxmaları diqqətimi çəkdi. Bir sözlə buradakı iş ortamı o qədər xoşuma gəldi ki, hətta əyani təhsilimi qiyabi təhsillə əvəz elədim. Beləliklə 2017-ci ildə baş kassir, 2018-ci ildə administrator və nəhayət 2021-ci ildə mağaza müdürü vəzifəsinə təyin olundum. Onu da dedim ki, nədənsə bütün valideynlər fikirləşirlər ki, onların övladları işləmişə ac olurlar. Mən evinəm kiçik övlad olduğuma görə, həm də subay olduğuma görə evdə yemək üstündə tez-tez narahatçılıqlar olur. Evdən yemək qoymaq istəyirlər. Deyirəm, narahat olmayın, burada bizim mətbəximiz var. Hər gün yemək pişirik, çayımızı içirik. Biz burada əməkdaşlarla sözün əsl mənasında bir yerdə çörək kəsirik. Düşünürəm ki, bunun özü də bizi ailə kimi bir araya gətirən amillərdən biridir. Ümumiyyətlə, məni şirkətimizə bağlayan onun mənəvi tərəfləridir. Araz komandası tez-tez sosial məsuliyyət layihələri həyata keçirir, şəhid ailələrini ziyarət edir, xeyriyyə aksiyaları, iməcliklər keçirir. Belə bir kollektivdə işləmək nəinki rahatdır. Hətta fəxr edirəm ki, mən də bu ailənin üzvlərindənəm. Sonda komandamıza yeni qoşulan və ya qoşulmaq istəyən gənclərə onu demək istəyirəm ki, əgər siz də karyera nərdivanında yüksəlmək, böyümək istərsinizsə, onda bilin ki, düzgün yol seçmisiniz. Yetər ki, yürüdüyünüz bu yolda dürüst, məsuliyyətli və zəhmətkeş olasınız. Arazda gəldim, Arazda böyüdüm.